Bizim ilk çıxışımızı Ələkbər bəy edəcək. İstəyirəm elə çox uzatmadan sözü Ələkbər bəyə verim. Buyurun. Çox sağ olun. Dəyərli həmkarlar, hörmətli qonaqlar, hər birinizi xoş gördük. Bundan bir müddət əvvəl bir təlimdə oxumuşdum. Özümün inkişafım üçün təlim götürmüşdüm və həmin təlimdə mənə maraqlı bir cümlə diqqətimi çəkdi və mən həmin cümləni işdə, evdə, gözümə görsənən bir yerdə saxlayıram. Bu cümlə nədir? Why do you do what you do? Və mənə zəng olunanda ki, gəl sən spiker olaraq çıxış elə. Bu yenə gözümün qabağındaydı elə sat qrupdan mənə müraciət olunanda və başladım düşünməyə. Mən orada nə danışacağam və mənası nə olacaq? Və bunu düşündüyüm zaman müəyyən məsələləri diqqətimə çəkdi, özüm fikirləşdim və nə fikirləşdim? Biz bundan əvvəl, hardasa mən 15 ildən çox əmək təcrübəm var, bir 10 il bundan qabaq iş axtaranda nəyə baxırdıq? Əmək haqqı nə olacaq? KPI-lər nədir? Necə fəaliyyət dəyərləndirilir? Necə qabağa gedəcəm? Və s. və ilaxır. Amma son dövrlərdə həm kolleqalarla, həm rəhbərlərlə, həm müsahibələrdə yeni suallar gəlir bizim özümüzə. İşin mənası nədir? Niyə bunu edirik? Pandemiya, texnoloji sıçrayış və yeni nəsillər buna bir növ təkanı daha yaxşı verdi. Beləliklə də mənim mövzum formalaşdı. İşin yeni mənası, məqsədlə işləmək dövrü xoş gördük. İşin mənası dəyər axtarışı. Biz işə nə baxırıq? Əvvəllər necə baxırdıq hər birimiz? Baxırdıq ki, həyatımızı qazanmaq üçün bir yoldur da. Gedirik, pulumuzu qazanırıq və həyatımızı yaşayırıq. Amma hər birimizin diqqətini yəqin ki, bu çəkir. Şirkətlər team buildinglər eləyir. Korporativ sosial məsuliyyət layihələri eləyir. Inclusively, diversity, bu məsələlərə çox diqqət ayırırlar və bunun üzərində ciddi yatırımlar eləyirlər. Bu niyyədir? Çünki insan olduğu yerdə öz dəyərini hiss eləməlidir və dəyəri başa düşməlidir. Bizim bundan bir müddət əvvəl işçilər arasında bir polemika yaşanmışdı və biz deyirdik ki, mənim işim daha vacibdir, sənin işin daha vacib deyil və bu çox ciddi sürətdə şirkət daxilində və departament daxilində suallar formalaşdırmışdı. Və bir gün bunu bizim rəhbərimiz eşitdi və bizi yığdı. Onun bizə bir sualı oldu, sizcə mən şirkətə gələndə kimin yoxluğunu hiss eləyirəm? Yəni, girdiyim kim işdə olmayanda mən onu hiss eləyəcəm. Birimiz dedi CEO-nun, birimiz dedi öz müavininizin, birimiz zarafatla dedik mənim və o durdu, dedi ki, mən şirkətə gələndə birinci xadimənin yoxluğunu hiss edirəm. Çünki o işdə olmayanda ofisin nizamı insan pozulur və mən özümü komfortda hiss eləmirəm. Bu məndə qaldı. Mən işimi dəyişəndən sonra, normalda mən işə çox tez gedirəm də, yəni həmin bizim əməkdaşın ofisi təmizlədiyi dövrdə mən də artıq işdə oluram. Və artıq ondan bir münasibət yaranmışdı, salam, sağ ol eləyirdik. Və bir gün mən ona dedim ki, çox sağ olun, təşəkkür edirəm də, əməyiniz qiymətlidir. Həmin xanım mənə döndü ki, işimizdir də müəllim, yəni eləməliyik bunu. Mənə döndüm ki, bəli, işinizdir, amma siz bunu necə yaxşı görürsünüzsə, mən işə rahat gəlirəm və düşünmürəm də, stolum belə oldu, burada belə bir şey oldu. Bunun üçün çox sağ olun, işinizi həqiqətən sevirsiniz və bizə dəyər qatırsınız. İnanırsınız, hər gün o məni görəndə üzündə təbəssüm yaranır həmin adamın. Çünki işinin dəyərini başa düşdü. Bunu deməkdə məqsədim nədir? Biz öz işimizin dəyərini və komandalarımıza dəyəri ötürməliyik. Onlar gördüyü işin nəyə təsir etdiyini bildiyi zaman daha effektiv işləyir. Çünki onlar rutin eləmir onda, bir missiyaya xidmət edir bizdən bir yerdə. Və Qallapın araşdırmaları var, yəqin ki, sizlər də bundan tanış olmuşsunuz ki, işçi öz işinin dəyərini başa düşəndə, öz dəyərlərinə uyğun yerdə işləyəndə, müştəri məmnuniyyəti 20% qalxır və bu şirkətin gəlirliyinə də 13% təsir eləyir. Bir metafora danışacağım sizə. Gəmidir, dənizdə üzür və nasazlıq baş verir. Ekipaj qərarı alır ki, biz yaxınlaşaq ən yaxın limanlardan birinə və təmir elətdirək bu gəmini. Yaxınlaşırlar, bir dəmirçi tapırlar. Dəmirçi yaxınlaşır gəmiyə, gəminin bir vurur bu hissəsinə, vurur o hissəsinə çəkiclə. Bir neçə yerdən vurur. Və nəhayət bir yerə vurur, nəsə hiss eləyir, əlini qoyur və çəkici bəkdən həmin yerə vurmağa başlayır.
və gəmi düzəlir, qaydaya düşür və buna yaxınlaşırlar ki, nə qədər ödəyəcəyik? Sizin zəhmət haqqınız nədir? O dönüb deyir ki, $3000. Bunlar dönüb deyir ki, siz nə iş gördünüz? Vurdunuz da çəkici birbaşa ora. Deyir ki, çəkici vurmaq $1-dır, amma nöqtəni tapıb hara vurulmasını bilmək isə $2999-dır. Bu nə deməkdir? İşçi işinin məqsədini bilməlidir. O məqsədi biləndə, məqsəd artıq yazılardan, pafoslu deyimlərdən çıxır və işini görməyə başlayır. İşi görür, hansı məqsədə xidmət edir, o yolda gedir və biz HR-lar üçün, bu mənim biraz özümə yaxın hiss elədiyim fəlsəfədir, məqsəd davranış nəticə yanaşması formalaşır. Çünki məqsəd hər birimizə istiqamət verir və formalaşdırır. Həmin məqsəd nəticəsində davranışlarımız olur və davranış sonunda nəticəyə çevrilir. Və əlbəttə ki, biraz HR-lardan danışaq. Yəqin ki, hər birimiz işə qəbul edirik, performansı dəyərləndiririk, karyeranı planlayırıq və s. və ilaxır. Bu, bizim by default gördüyümüz işlərdən və çox vacib işlərdən biridir. Amma son dövrlərdə bütün şirkətlərdə bu var. Mədəniyyət, culture-a necə istiqamət verəcək və s. bunlar gəlir və bu da bizim üstündə HR-a yeni bir titul gətirir bərabərində şirkətin mədəniyyətinin dizayneri. Və biz HR-lar olaraq bu mədəniyyəti dəyişməliyik. Və çox önəmli bir məqam var. Mən bunu çox şirkət dəyişmiş bir insan kimi deyə bilərəm. Texnologiyaları kopyalamaq olur, prosesləri kopyalamaq olur, amma mədəniyyəti kopyalamaq olmur. Necə ki, insanlar fərqlidir, şirkətlərin də mədəniyyəti fərqlidir. Ona görə o mədəniyyətlərin formalaşmasında bizlərin rolu və payı böyükdür. Mən şirkətdə edilən kiçik bir təşəbbüsdən, amma dəyəri çox önəmli bir təşəbbüsdən danışmaq istəyirəm. Bir gün komanda olaraq oturduq və düşündük ki, gəlin şirkətdə təşəkkürüm var eləyək. Belə bir ideya gəldi. İlk başda bunu niyə elədik? Qoyun onun sizə səbəbini deyim. Dedik ki, işimiz o qədər çox olur ki, hamımız yoruluruq da. Yəni, bəzən unuduruq ki, məsələn, sağ ol deməyi. Gördüyü işin müqabilində çox sağ ol sözünü deməyi unuduruq. Biz buradan başladıq. Və şirkətə mail getdi, insanlar başladı doldurmağa və mən də həmin bu mail gedəndə özüm çıxdım ki, gəzirdim, görüm üzərdə simalarda təbəssüm var, yoxsa necədir vəziyyət. Və o açılan ekranı görürsünüz də monitorlardakı həmin ekranda və dolduranda üzərində bir təbəssüm vardı yoldaşların. Sonra biz yığdıq məlumatları, baxdıq, orada yazılanlara baxdıq və biz sonra onu şirkətə təzədən yenidən göndərdik. Göndərdik və həmin andakı olan o ambiyans, o vəziyyət bizi çox həqiqətən təsir elədi və çox xoş oldu. Burada məsələ təşəkkürdə deyildi. O təşəkkürün daşıdığı dəyərdə idi. Çünki insanlar o dəyəri hiss eləyirdi. Bu çox önəmli məqamdır. Və biz HR olaraq yəqin ki, özümüzə bu sualı da verməliyik. Biz performansı mı ölçürük, yoxsa işçinin qatdığı dəyəri mi? Və yəqin ki, bu mövzu çox danışılıb. Hamımız bilirik, son dövrlərin gündəmlərindən birindədir, yeni nəsillər və biz artıq mədəniyyətləri yeni nəsillərə də bir uyğunlaşmış şəkildə edirik. Çünki onlar artıq deyir ki, mən sənin üçün işləyirəm, amma sən məni tanı. Və çox önəmli məqamlardan biri biz contract of employment-dan contract of meaning-ə keçirik yavaş-yavaş. Bu da çox önəmlidir və yəqin ki, sizlər də məndən razılaşarsınız ki, artıq rəhbər-işçi münasibətləri biraz geridə qalıb, onlar bizdən partnyor olmağımızı istəyirlər. Deyirlər ki, biz partnyoruq, rəhbər-işçi deyilik. Və məna liderlikdən başlayır. Belə bir başlıq qoydum. Mən bu bir müddət əvvəl öz idarə etmə təcrübəmi təkmilləşdirmək üçün bir mentorluq proqramı aldım. Və mentorum ölkənin çox nüfuzlu şirkətlərindən birinin C-level əməkdaşlarından idi. Mən ona dedim ki, sizin komandanızda 300 nəfər adam işləyir. Kifayət qədər yaxşı məhsullar buraxırsınız. Və komandada həppidir də, xoşbəxtdir. Sizin üçün məna nədir? Yəni, bu, okey də, illərdir siz bu işi görürsünüz və gəlir çıxır da. Onun çox qəşəng bir sözü oldu mənə. Və döndü dedi ki, mən buraxdığım məhsullarla 5 milyon müştərisi olan şirkətin istehlakçı davranışlarını formalaşdırıram.
və insanların həyatını asanlaşdırıram. Bu mənim bugün işə gətirən və drive edən fəlsəfəmdir. Və bunu dedi, bu da mənim üçün bir özümə götürdüyüm ondan çox ciddi bir input oldu və mən HR olaraq işə gələndə artıq o düşüncədəyəm. Mən də həm şirkətə, həm biznesə, həm də müştərilərə dəyər qatacaq, insanlara dəyər qatacaq bir strukturun başındayam və orada dəyər qatıram. Və mən işə nə edəcəm, yox, niyə edəcəmlə hər gün gəlirəm və məni o məqsəd aparır və bir yerə aparır. Çünki biz bunu çox önəmli məqam budur ki, məqsədlər, strategiyalar, dəyərlər, mottolar, müxtəlif şirkətlər yazır və qoyur. Bu yazıda olanda o olmur. Bu liderin davranışında və səsində özünü göstərir. Bu çox önəmli bir məqamdır. Çünki məqsəd liderə istiqamət verir, lider də məqsədə ruh verir. Və önəmli məqam, biz əvvəl deyirdik ki, KPI-ın budur, get bunu elə. Amma indi bizdən soruşurlar ki, niyə edirik bu KPI-yə? İşçidə inam olmalıdır. Biz zorla onu idarə edə bilmərik. O inam olmalıdır və inam aparmalıdır bizi. Və önəmli məqamlardan biri sonda məqsədimiz olmalıdır. Məqsəd olmasa heç birimiz heç yerə getmirik. Və mən burada işçidən, insandan və insanın məqsədindən, yolundan danışıram. Amma gəlin bu nüansı və bu məqamı da həqiqətən özümüzdə bir yazaq və bilək. Biz biznes strukturlarda işləyirik. Və bizim rolumuz odur ki, həm biznesə, həm insana, həm də müştəriyə dəyər qataq. Bunu qatdığımız zaman həqiqətən də Xəyal bəyin dediyi kimi və yəqin ki, bu forumda digər həmkarlarımız da bu məsələni deyəcək, biz şirkəti məqsədə apara biləcəyik. Və bu məqsəd həm müştərini xoşbəxt eləyəcək, həm işçini xoşbəxt eləyəcək, həm də bizi xoşbəxt eləyəcək. Ümumiləşdirsək bunu demək istəyirəm, işin mənası həm insana, həm biznesə dəyər qatmaqda gizlidir. Çünki məqsəd bir dəfə yazılmır, o hər gün yaşanır. Çox sağ olun. Çox sağ olun Ələkbər bəy, təşəkkür edirik. Sizin çıxışınızla bağlı belə bir sualımız var idi, istəyərdik aydınlıq gətirək. Vurğuladınız ki, məqsəd, davranış, nəticə zənciri kritikdir. Bəs bu keçidin ən çətin mərhələsi hansıdır? Məqsədi təyin etmək, yoxsa davranışa çevirmək? Mənə görə istənilən hissənin vacibliyi var. Çünki biz insanlar son dövrlərdə öz dəyərlərimizə uyğun şirkətləri seçirik. Çünki şirkətin dəyəri də bizə uyğunlaşmalıdır. Burada məqsədi müəyyən etmək də çox önəmlidir. Məqsədi yaşatmaq da çox önəmlidir bildirdiyim kimi. Çünki biz məqsədi yazıb onu sözlərdə saxlasaq olmayacaq. Amma bunu davranışda və ortada göstərsək ki, həqiqətən də bu baş verir, onda bu davranış formalaşacaq və o inamı yaradırıqsa nəticəyə gələcək. Yəni bu üç zəncirin üçü də vacibdir və hər biri çətindir. Çünki bir yerdə qırılma nöqtəsi olanda istənilən halda biz effektivliyi görə bilməyəcəyik. Çox sağ olun. Növbəti bir sualımız var yenə də sizə. Təqdimatınızda insan resurslarının belə deyək də insan mərkəzli mədəniyyət dizayneri olduğunu vurğuladınız. Lakin işçilərin dəyərlərini dəstəkləyən bu yeni layaqlıq hissini artırmaqda birbaşa rəhbərlər önəmlidir, yoxsa ancaq insan resursları məşğul olmalıdır? Mən bu məsələni həmişə və öz həmkarlarımla bölüşürəm, peerlarla daha çox məsələni biz danışırıq. İnsan resursları müəyyən bir metodologiyanın formalaşmasında və məsələlərdə öncülük edir və paylaşır. Amma mənə görə hər bir rəhbərində bir HR rolu var. Və o rəhbərlər bunu düzgün kommunikasiya eləməli və ötürməlidir öz komandalarına. Burada tək insan resursları ola bilməz. Mən həmişə demişəm və bugün şirkətdə də biz danışanı deyirəm ki, bütün rəhbərlərə, peerlara, üst rəhbərimə, mən sizsiz heç nə eləyə bilmərəm. Biz birlikdə ortaq məqsədə getməliyik və birlikdə qərara aldığımızı yaşatmalıyıq. Əks təqdirdə insan resursları 100 dənə prosedur yazsın, performans qiymətləndirmə eləsin, kariyer planlama eləsin. Əgər o rəhbərlər onu sahiblənmirsə və düzgün yaşatmırsa, o aşağıya da onu düz kaskad eləməyəcək və nəticə etibarilə effekt olmayacaq. Çox sağ olun, təşəkkür edirik.